İndi 4-cü sənaye inqilabı dövründə yaşayırıq və həyatımıza artıq son illərdə daha fərqli terminlər girməyə başlayıb. Süni intellekt, robotlar falan filan və gedişat göstərir ki, bunlar daha çox həyatımızda yer alacaq. Amma unutmamalıyıq ki, yəni lap deyək ki, robotlar ətrafımızda çoxalsa da insanlar yox olası deyil, buxarlanacaq deyil. İnsanların daha da önəmi artar həmin vaxtda. Əlbəttə, yəni insanların sayı da çoxalır və ətrafımızdakı insanların kütləsi də çoxalır. Dünya get-gedə balacalır və biz əvvəllər ola bilər ki, insanlar daha dar mühitlərdə yaşayırdılar və insanların aralarındakı məsafələr indiki qədər sıx deyildi və özlərinə bənzəyən cəmiyyətlərdə, özləri kimi düşünən, danışan insanların əhatəsində yaşayıb işləyirdilər. Amma indi elə bir dünyada yaşayırıq ki, dünya həqiqətən çox get-gedə kiçilir və bizim kimi düşünməyən, bizim eyni mədəniyyətə sahib olmayan insanlarla bir yerdə yaşamağa artıq məcbur və məhkum oluruq.